أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونستهديه ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا إنه من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد إن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وإن شر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Hörmətli müsəlmanlar, əziz müsəlman qardaş və bacılarım, əvvəlcə özümdən sonra sizə təqvalı olmağa, Allahdan qorxmağa nəsihət edirəm. Allah subhanahu taala bizi həqiqi mənada ondan qorxan və Allahın razı qaldığı əməllər işlədən qullarını etsin və Allah subhanahu taala bizi razı olduğu əməllərə müvəffəq etsin və bizi fitnəkarlardan, fitnədən və fitnə əhlindən qorusun. Biz sizinlə inşallah ki, məlumunuz olduğu kimi məsum deyiləm, günahsız deyiləm. Nə edim ki, Bağışlanım kitabından ilk dəfə olaraq söhbət eləməyə başlamışıq və biz inşallah ki, kitabın əvvəlinci bölümlərindən birindəyik və bu da günahların dünyadakı cəzalarıdır. Günahlar dünyada hansı cəzaları özündə gətirir? Bu barədə bir neçə dərslərimiz artıq geridə qalmışdır. İnşallah bu dərsləri davam etdiririk. Biz qeyd etmişdik ki, axırıncı dərsdə yəni əvvəllər mövcud olmayan xəstəliklər baş verir. Günahları edəndə Allah qorusun. Bu barədə deməli konkret faktlar vardır. Onları xatırlayaraq keçəcəyik dərslərimizi. Peyğəmbər sələm buyurur ki, 5 şey vardır ki, onları işlətdikdə ki, siz onları etmənizdən Allaha sığınıram, başınıza bir çox fəlakət gələcəkdir. Bir cəmaət, bir toplum açıq-aşkar fahişəlik edərsə, zina edərsə, şübhəsiz ki, içərilərində əvvəlki nəsillərin başına gəlməmiş vəba və xəstəliklər baş verəcəkdir. İbn Macə Fitən adlı bölümdə rəvayət etmişdir. Hakim Əl-Fitən vəl-Məlahimdə rəvayət etmişlər bu hədisi. Və hakim bu hədisin isnadının səhih olduğunu, ancaq Buxari və Müslimin onu kitablarını almadıqlarını bildirir. Zəhəbi də səhih olduğunu bildirir. Albani isə Əs-Səhihdə bu hədisin isnadı həsəndir deyir. Çünki ravilərdən İbn Qeylan üçün bəziləri zəif demişlər. Amma çoxlu alimlərin rəyinə əsasən onun güvənli olduğu deyilmişdir. Ən düzü də bilən Allahdır. Hər halda hədis deyilmişdir və icma bu hədisi rəvayət etmişlər. Yəni hədis alimləri kitablarını almışlar. Peyğəmbər sələm buyurub ki, 5 şey vardır ki, onlara o 5 şeyi etdikdə ki, sizin onları etmənizə mən Allaha sığınıram,
başınıza bir çox fəlakətlər, bəlalar, müsibətlər gələcəkdir və onlardan da biridir ki, bir cəmiyyət, bir cəmaət, bir toplum açıq-aşkar fahişəlik, yəni zina edərsə şübhəsiz ki, içlərində əvvəlki nəsillərin başına gəlməyən vəba və başqa xəstəliklər baş verəcəkdir. Keçmişdə olmayıb, müasir dövrümüzdə, son vaxtlarda ortaya çıxan bu xəstəliklərdən biri də bədəndəki təbii müdafiə sisteminin çökməsi mənasına gələn və qısa olaraq AIDS adlanan xəstəlikdir. Yəni, bugün biz xəstəxanalara gedəndə bir arada bunun şahidi olurduq. Yəni, bütün xəstəxanaların qapılarına böyük hərflərlə yazılıb AIDS, nə demək lazımdır, bu bəladan qurtaraq və s. Yəni, bu xəstəliyə aid ilk hadisə 1979-cu ildə Amerikanın New York şəhərində cinsi azğınlığı olan bir kişidə təsbit edilmişdir, aşkara çıxarılmışdır. Sonra da deməli, hadisələr gündən-günə artmışdır, yəni vəba xəstəliyi yayılmışdır. Və bu hadisələrin, vaqiələrin ən əhəmiyyətlisi xüsusiyyəti isə xəstələrin çox tez ölməsidir. Statistikaya görə və hesablamalara görə xəstələrin 78% illik bir il içində, 75% isə xəstəliyin 2-ci ilində və 92% də xəstəliyin 3-cü ilində ölürlər. Demək, Allah qorusun, Allaha sığınırıq, Allah subhanət hala bizi bəlalardan qorusun. Demək, vəba xəstəliyinin ən uzun ömrü 3 ildir. Ən qısa ömrü isə 1 ildir. Və daha da tez. Statistika bu hadisələrin dəhşət verici bir sürətlə artdığını da göstərir. Və mən ona görə də bayaqda qeyd elədim ki, yəni xəstəxanaların qabaqlarında, yəni içərisində, auditoriyalarında və hər bir həkimin də otağında, yəni bu asılı vurulur. Speed əleyhinə nə eləyək və s. kimi şüarlar. Amerika Birləşmiş Ştatlarında 1981-ci ildə 252 olan xəstə sayısı 10 qatdan daha da artmış və 1983-cü ildə 2643 xəstəyə çatmışdır və 1985-ci ilin əvvəllərində isə 10.000 çatmışdır və artıq, yəni Allah qorusun, yəni bugün çoxdur bu xəstəliklər və ayrıca statistika bu xəstəliyə bulaşanların, bu xəstəlikdə olanların 74%-nin zina edən və düzgün olmayan, yəni azğın bir əlaqə quranlardan, 17%-nin də narkotikada vərdişinə bulaşanlarda olduğunu göstərmişlər. Yəni, bu xəstəliyə bulaşanların 91%-i böyük bir 91% ki, bu da böyük bir rəqəmdir. Yəni, bunlar zina edənlər, azğınlıq və uyuşturucu, yəni narkotikaya bağlı insanların törətdikləri fəsadlara, günahlara görə, yəni zina etdiklərinə görə, narkotika qəbul etdiklərinə görə, yəni bu xəstəliklə meydana gəlmişdir və ziyan və rəzillikdən Allaha sığınırıq, zərərdən Allaha sığınırıq. Sonra günahların dünyadakı cəzalarından biri də günahlar bərəkəti yox edir. Yəni, bərəkətin səbəbi iman və təqvadır. İnsan, onu yaradan, ona bu həyatı bəxş edən, yeri və göğü onun ixtiyarına verən, əzəmətli Allah subhanət halaya iman etdikdə Allah subhanət hala ona bərəkət verir. Ona görə də, yəni bərəkətin səbəbi iman və təqvadır, Allah qorxusudur. Günah və üsyanlar isə həm mallardakı, həm əkinlərdəki və həm də ömürlərdəki bərəkəti yox edir. Allahu Ekber. Subhanallah. Estağfirullah, tövbə ileyh. Ya Rabbi, sənə sığınırıq. Allah subhanət hala buyurur ki, Araf 96-da, Allah subhanət hala peyğəmbərlərin göndərildiyi ölkələrin cəmaatı
insanlar və günahdan çəkinsəydilər, yəni Allah Subhanahu taala buyurur ki, o peyğəmbərlərin göndərildiyi ölkələrin, xalqların, cəmiyyətlərin, cəmaatı, xalqı, insanlar günahdan çəkinsəydilər, əlbəttə onların üstünə göydən və yerdən xeyir bərəkət qapılarını açardıq. Araf 96. Qasimi Allah ona rəhmət eləsin buyurur ki, o ölkələrin cəmaatı, yəni həlak edilənlər insanlardır. Yəni Allah və Rəsullarına inananlardır. Daha doğrusu Qasimi buyurur ki, o ölkələrin xalqı, cəmaatı, yəni həlak edilənlər inansaydılar Allaha və onun Rəsuluna, inansaydılar və çəkinsəydilər Allah Subhanahu taalanın əmrlərini, onun Rəsulun əmrlərini yerinə yetirib qoyduğu qadağalardan çəkinsəydilər, yəni inkar etməsəydilər və günahlardan çəkinsəydilər, əlbəttə onların üstünə göydən və yerdən necə xeyir bərəkət qapıları açardıq, yəni onların başlarına bəzisi göydən, bəzisi də yerdən gələn müxtəlif əzabların əvəzinə onlara yaxşılıq və xeyri hər tərəfdən bol-bol verərdik. Məhasinü təvaildə qısaldılaraq verilmişdir. İbn-i Qeyyim Əl-Cevziyyə rəhmətullah aleyh buyurur ki, İmam Əhməd Əl-Müsnəd adlı əsərində zikr etdiyi bir hədislə əlaqəli olaraq, yəni öz kitabında bunu buyurur ki, Əməvilərdən birinə aid ambarda bir miqdar buğda tapdım. Bir dənəsi xurma çəyirdəyi böyüklüyündədir və bir kasanın içərisində idi. Kasanın üzərində isə belə yazılmışdı, bu ədalət vaxtında yetişirdi, yəni yaxşı vaxtlarda bu yetişmişdi. Deməli, Əməvilərdən birinə aid ambarda bir qədər buğda tapır və onun bir dənəsi xurma dənəsi böyüklüyündə olur və bir kasanın, bir qabın içində olur və həmin kasanın üzərində də belə yazılmışdı ki, bu ədalətli, doğrulu, dürüst zamanda yetişirdi. İbn Qeyyimin özü də belə deyir, mənə də səhradakı qocalardan bir qrup qədimdə əvvəllər meyvələrin indikindən daha böyük olduğunu və indikindən, yəni və bu anda meyvələrə bulaşan xəstəliklərə əvvəlki vaxtlarda bilmədiklərini, tanımadıqlarını, ancaq bu xəstəliklərin, meyvələrin başına gələn bu bəlaların yaxın bir vaxtda ortaya çıxdığını bizə dedilər. Yenə İbn Qeyyim Əl-Cevziyyə buyurur ki, günahların cəzalarından biri də ömrü qısaltması və bərəkəti yox etməsidir. Çünki yaxşılıqlar, savab işlər, salih əməllər ömrü artırdığı kimi günahlar da ömrü qısaldır, ömrü kəsir. Yalnız bu barədə insanlar ixtilafa düşüblər. Bir qrup deyir ki, günahkarın ömrünün qısalması demək, ömrünün bərəkətinin yox olması deməkdir. Bu doğrudur və günahların bir təsiri də budur. Başqa qrup isə deyir ki, xeyr, günahlar ruzini əks etdiyi kimi ömrü də həqiqi mənada əksildir. Çünki Allah ruzinin bərəkətini artıracaq bir çox səbəblər var etmişdir. Eyni şəkildə ömrün bərəkətini də artıracaq səbəblər və vəsilələr vardır. Məsəl üçün, elə bizim yadımıza indi bir hədis düşür. Peyğəmbər sallam deyir ki, bir qüdsi hədisdə, yəni Allahdan dediyi bir hədisdə deyir ki, Allah dedi ki, yəni kim qonluq əlaqələrinə riayət edərsə, qoruyarsa, mən də onu qoruyaram. Onu
baxaram. Və həmçinin Peyğəmbər sələm başqa bir hədisində gəlmişdir ki, kim qohumlarla əlaqəsini davam etdirərsə, əlaqəni kəsməzsə, həm ruzisi artar, həm də ömrü uzanar. Demək, kəsərsə əksinə olur, Allah qorusun, Allaha sığınaq. Allahım bizi qohum əqrabalara qarşı səhrankar etmə ya Rəbbi və onlara qarşı layiqli, ədalətli qohum olmağı bizə bəxş elə. Amin. Başqa bir qrup isə belə deyirlər ki, günahların ömrün bərəkətini yox etməsi demək, yəni onu həqiqi həyatdan, ki o da qəlb həyatıdır, məhrum etməkdir. Bu səbəblədir ki, Allah Subhanahu taala kafirin diri olmadığını deyib və onu ölü yerinə qoymuşdur. Quranda Allah buyurur ki, onlar diri deyil, onlar ölüdülər. Yəni kafirlər, Allahı zikr etməyənlər, Allahı xatırlamayanlar diri deyirlər, ölüdürlər. Ən-Nəhl 21-ci ayə. Həqiqi mənada, həqiqətən də, həqiqi həyat qəlb həyatıdır. İnsanın ömrü isə yaşadığı müddətdir. Yəni, ömrün elə bir yaşadığın bu andır, bu müddətdir. Buna görə, onun ömrü Allah ilə yaşadığı vaxtlardan ibarətdir. Yəni, Allaha nə qədər vaxt ayırırsansa, ömrün ondan ibarətdir. Yəni, Allah qorxusu və ibadət də ömründəki həqiqi həyat olan bu vaxtlarını artırır. Onun bundan başqa bir həyatı da yoxdur. Nəticə olaraq, qul Allahdan üz çevirir və günahlarla məşğul olarsa, həqiqi həyatının günləri zay olub gedər. Onları zay etmənin pis aqibətini isə Allah qorusun, kaş bu həyatım üçün bir şey hazırlayaydım, dediyi gün başı düşər. Bu ayədir, bu. Deməli, Əl-Camil Qafildən qısaldaraq rəvayətimiz Fəcr surəsi 24-cü ayə. Ya leytəni kuntu həyati. Yəni kaş bu həyatım üçün bir şey hazırlayaydım deyəcək qiyamət günü insan. Allah bizi qorusun. Amin. Ya Rabbi bizi o gün üçün, yəni o həyat üçün çox şeylər, çox savab işlər hazırlayan qullarından et ya Rabbi. Amin. Günahların dünyadakı cəzalarından bir başqası da günahlar sahibinin işlərinin çətinləşməsinə və əlinə atdığı hər işdə önünün bağlanmasına səbəb olur. Yəni, biz çox eşidirik. Yəni, bu gün bəzi insanlar var, deyirlər ki, yəni, əlimi hara atıram, ora bağlıdır. Heç nə əldə edə bilmirəm, heç nə alınmır, işlərim düz gəlmir, elə bir qapımı bağlayıblar və s. Demək, bunun səbəbi günahlardır. Bunun səbəbi günahlardır. Allah Subhanahu wa ta'ala buyurur ki, kim Allahdan qorxarsa, Allah ona işində bir asanlıq bəxş edər, asanlıq verər. Ət-Talaq 4-cü ayə. Allahdan qorxub təqva sahibi olan bir adamın işlərini Allah Subhanahu ta'ala asanlaşdırar. Allah qorxusunu tərk edən insanın isə işləri çətinləşər. Əgər qul özünə qayıdarsa və öz nəfsini Allah üçün hesaba çəkərsə, başına gələnlərin haradan gəldiyini mütləq anlayar. Muqatil buyurur ki, Allaha üsyan etmə barəsində Allahdan çəkinən bir kimsəyə Allah onu itaətə çatdırmaq surəti ilə işini asanlaşdırar. Gör, Muqatil nə buyurur? Əl-Cami'u li-Əhkamil Qur'anda buyurur ki, Allaha üsyan etmək barəsində, yəni Allahın əmrlərindən çıxmaq barəsində, üsyan etmək barəsində, Allahdan çəkinən bir kimsəyə Allah onu itaətə çatdırmaq surəti ilə işini asanlaşdırar. İbn-i Cevzi də Osman Ən-Nisaburi haqqında deyir ki, Osman Ən-Nisaburi bir gün cümə namazına gedərkən ayaqqabısının bağı qopur və onu təmir etmək üçün bir müddət vaxt itirir. Və sonra öz-özünə deyir, ayaqqabımın bağının qopmasının tək səbəbi
cümə namazı üçün qüsul almamağımdır. Qüsul dəstəmazı almamağımdır. Yəni, biz bilirik ki, cümə günü Peyğəmbər sallallahu buyurub ki, cümə günü namazdan əvvəl, cümə namazı və qüsul almalısınız. Yəni, tövsiyə edib, nəsihət edib, əmr edib. Qüsul almaq lazımdır cümə üçün, cümə günü üçün. Və ondan əvvəl də, qüsuldan əvvəl dəstəmaz alınır. Və İbn Cevzi də deyir ki, Osman An-Nisaburi cüməyə gedəndə ayaqqabısının bağı qırılır və onun ayaqqabısının bağını düzəltməsi onun vaxtını alır və deyir ki, o da bunu onunla açıqlayır, onunla izah edir ki, onun cüməyə gecikməsi və ayaqqabısının bağının qopmasının səbəbi cümə üçün qüsl almazdan əvvəl dəstəmaz almamasıdır. Allah qorusun. Günahların dünyadakı cəzalarından biri də günahlar müxtəlif varlıqların sahibinə, yəni günahlar insanın öz əşyalarının, öz avadanlıqlarının, öz mini vasitələrinin və s. Yəni özünə sahib olan şeylərin özünə qarşı pis davranmasına yol açır. Günahlar günahkara şeytanların sıxıntı və vəsvəsə verməsinə, onu azdırmasına, onu qorxutmasına və onu aldatmasına yol açar. Yenə kişinin öz xanımının, öz xidmətçilərinin, öz övladlarının, öz qonşularının və hətta öz ev heyvanlarının belə ona qarşı çıxdığını görər və ona qarşı çıxdığına səbəb olar. Yəni, bu şeylər sahibinə qarşı çıxar. Sələfdən bəziləri deyiblər ki, mən bir günah işlədiyimdə onu öz zövcəmin, öz xanımımın, öz həyat yoldaşımın və öz minimin xasiyyətindən anlayıram. Yenə günahkarın nəfsi də ona qarşı çıxır və onu rəzil edir və ona düşmən kəsilir və özünə çətinliklər çıxarır. Əgər o bir xeyir işlətmək istəyərsə, ona itaat edib boyun əyməz, əksinə onu həlak edərək, onu həlak edəcək əməllərə sövq edər. Bax, günahkarın Allaha üsyandakı davranışı, pisliyi, meyli nə dərəcədə olarsa, bu sayılanların ona olan pisliyi də, zülmü də, yəni o dərəcədə olar. Ya Rab, bizə yardım et, Ya Rab, bizə kömək ol, Ya Rab, bizim günahlarımızı, xətalarımızı, səhvlərimizi bağışla, Ya Rabbi. Ya Rabbi, bizə kömək ol ki, Ya Rabbi, sənə və Rəsuluna itaat edək, sənə ibadət edək, Rəsuluna itaat edək. Allahümmə, əmrlərini götürək, qadağalarından çəkinək, Ya Rabbi. Amin. İbnül Cevzi, rəhmətullah aleyh, buyurur ki, əgər sənin nəfsin sənin ciddi olduğunu anlayarsa, ən sıxıntılı yerlərdə belə səninlə bərabər gedər. Adamın özü, öz nəfsi özünün ciddi olduğunu anlayarsa, ən sıxıntılı yerlərdə belə deyir ki, İbn Cevzi səninlə gedər. Amma o, sənin tərk etdiyini anlayınca, yəni Allahın əmrlərini, tərk etdiyini, yaxşı əməlləri tərk etdiyini anlayınca, sən ona boyun əydirmək istəsən də edə bilməzsən. Yəni, onu məcbur etsən də boyun əyməyə əydirə bilməzsən ona boyun. Çünki onu sən özün o cür eləmsən. Elə isə nə dayanmısan? Niyə dayanmısan? Əməl vaxtıdır. Artıq qərar ver, yəni açıq-aşkar bir qərar vermək vaxtıdır. Əzmlə yola çıx, işini qərarlı bir şəkildə et. Yaxşı şeylər etməyə niyyətlisən, amma əzmli deyilsən. Yəni, qəlbində həmişə çox arzular, çox fikirlər,
yaxşı işlərə doğru meyillilik çoxdur. Lakin əzm eləmirsən, dayanmısan yerində, sayırsan, yatmısan, hərəkətə başla. Əl-Müthiş bir şeir var o barədə, yəni deyilir ki, orada qorxağın xasiyyətini atı yaxşı bilir. Buna görə də sürətlə qaçıb onu yorar və çox qorxudar. Qorxağın xasiyyətini onun atı yaxşı bilir. Buna görə də nə edər? Buna görə də sürətlə qaçıb onu yorar və çox qorxudar. Əl-Müthişdə gəlmişdir bu. İnşallah bununla bugünkü dərsimizi kifayətləndirirəm, yəni bitirirəm. Allahın izni ilə növbəti dərslərimizdə yenə günahların dünyadakı cəzalarından bəhs edəcək. Allah Subhanahu taala bizi eşidib faydalı olanlardan, yəni əməl edənlərdən etsin. Allah Subhanahu taala bizim xətalarımızı, səhvlərimizi, günahlarımızı bağışlasın. Amin, amin, amin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.